Rayon işi var yoldaşlar, rayon işi var. Mən sizə rayonda olan işdən bəhs etmək istəyirəm. Bir neçə vakansiyadan bəhs etmək istəyirəm bu arada. Onların arasında Qubada olan olmalıdır. Onların arasında Mingəçevirdə, Gəncədə, Lənkəranda, Sabirabadda, Şəmkirdə, Xankəndində, Füzulidə, ondan sonra Yevlaxda olmalıdır. Misal üçün qeydiyyatçı işi var. Gəlin başlayaq. Vaxt sürətli şəkildə mən sizə məlumat vermək istəyirəm. Aranızda misal üçün yoldaş kimsə Qubada qalmaq istəyir ümumiyyətlə. Yəni Qubada qalmaq istəyir. Yəni bu vakansiya sırf Qubada qalanlar üçün deyil da, yəni. Qubada qalmaq istəyəniniz varsa, qeydiyyatçı işi var. Quba Pələsdə, Quba şəhərində. Və bunun sizdən əsas tələblərindən biri budur ki, ingilis dilində rahat şəkildə ünsiyyət problemi olmalısınız. Yəni orta səviyyədə olmalısınız. Pozitiv, çevik və komanda ruhlu yüksək olan bir şəxs olmalısınız. Varsa, buyurub fürsətdən istifadə edə bilərsiniz. Bundan əlavə mal toplayan işi var Mingəçevir şəhərində. Servislərdə var, Xaldan qəsəbəsindədir. 609 manat aralığında dəyişir, 2 növbəlidir. Bir həftə gecə, bir həftə gündüz olmalıdır. Ova marketdə yoldaşlar mal toplayanla bərabər yük maşını sürücüsü, fəhlə işləri də var. Bu özdə bu arada həm Mingəçevirdədir, həm Bakıdadır, həm də Salyandadır. Yəni 3 versiyası var yoldaşlar. Belə deyək. Mən sizə başqa vakansiyadan da bəhs etmək istəyirəm. Tibbi nümayəndə işindən Gəncədə olan bir işdir. Bu amma yəni ali tibbi təhsil tələb edir, sürücülük vəsiqəsi tələb edir, ofis proqramlarından yaxşı istifadə bacarığı tələb edir. Yoldaşlar, bu işlərdən hansınsa əmək haqqısını demirəmsə, deməli bu artıq əmək haqqısı müsahibə zamanı bəlli ola bilir. Yəni öncədən bəlli deyil. Danışıqlar sizi müsahibə zamanı bilik və bacarıqlarınızı ölçərək sizə təklif edə bilərlər əmək haqqını. Misal üçün, bu market bildirir, misal üçün. 900 min manat təklif edir sürücü işinə, Gəncədəkinə. 25-45 yaşlı olan şəxslər üçün transfer mütəxəssis işidir. Bundan əlavə, başqa mən işdən də bəhs etmək istəyirəm. Gəncədəki satış məsləhətçisi var, Kontafonda. Satış qabiliyyətlisinizsə müraciət edə bilərsiniz bu vakansiyaya. Sonra bundan əlavə kredit rəsmiləşdirilməsi üzrə mütəxəssis var Şəmkirdə, Unibankdadır. Ali təhsillisinizsə, ofis proqramlarını əla səviyyədə bilirsinizsə, təhlil etmə, riyazi hesablama qabiliyyətiniz varsa, düşünə bilərsiniz. Sonra Sabirabad və Lənkəran üzrə bölgə müdiri işi var PAB qrupda, OMİD-də. 2500 manat əmək haqqıdır yoldaşlar. Üstə qalda bonusları var. 25-40 yaşlı şəxs olmalısınız. Şəxsi avtomobiliniz olmalıdır. Satış sahəsində minimum 5 illik iş təcrübəniz olmalıdır. Bundan əlavə yoldaşlar sürücü işi var Sabirabadda Prime Coating şirkətində. Satış məsləhətçi işi var Xankəndində, Kontafonda. Əgər ki, satış qabiliyyətlisinizsə müraciət edə bilərsiniz. Satış məsləhətçisi Füzulidə də var, İrşadda yoldaşlar. Burada 600-2700 aralığı qazanc əldə edə bilərsiniz. Ən az 22 yaşınız olmalıdır. Satış üzrə minimum 1 illik iş təcrübəniz olmalıdır. Əgər sizin satış üzrə 1 illik iş təcrübəniz ancaq marketdədirsə, o halda müraciət eləməməlisiniz. Çünki marketdə olanı saymırlar. Qeydiyyatçı işi var Xankəndə Rich North şirkətində. Qarabağdadır bu iş. Amma müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi, ofis proqramlarında işləmə bacarığı tələb edir sizdən yoldaşlar. 5 günlük iş rejiminə malikdir. Bundan əlavə gözətçi işi var Yevlaxda Prime Coating şirkətində yoldaşlar. Yoldaşlar, işlər qısa olaraq bunlardan ibarətdir. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə İşraf Bankası səhifəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur, diqqət eləsəniz görə bilərsiniz. Görə də bilmirsinizsə, bacarmırsınızsa da, o halda bu videonu gördüyünüz yerdə, altda şərh yerində, rəy yerində yazıb əlaqə vasitəsini soruşa öyrənə bilərsiniz.